Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bu videomda mən sizlərlə çox dadlı, ləzzətli, asanlıqla tez bir zamanda hazırlayabileceğiniz çiyələk mürəbbəsi hazırlayacağım. Heç gözlətməyə ehtiyac olmadan bu mürəbbəni hazırlayacaksınız. Bunun üçün mən orta boy çiyələklər götürmüşəm. Victoria çiyələyi dediğimiz çiyələkdən əsl vaxtıdır, mütləq hazırlayın. İlk öncə saplarını yaxşıca təmizləyirəm. Qabın içərisinə yığıram. Bıçaq vasitəsilə gördüyünüz kimi sapları kəsdim. Qabın içərisindən yığıb üzərinə su əlavə edirəm. Bir resi yuram, yenidən su əlavə edib suyun içərisində çiyələkləri 5-10 dəqiqə gözlədirəm. Bunu mütləq edin ki, çiyələyin içərisində olan tükcüklər, qumlar suya çıxsın və su ilə birlikdə ataq. Keçirəm şərbətin hazırlanmasına. Heç gözlətmədən mən 4 kilo çiyələyə 3 kilo yarım və yaxud da elə 3 kilo əlavə edə bilərsiniz, mürəbbə hazırlaya bilərsiniz. Bu çiyələyin şirinliyinə asılı olaraq dəyişə bilər. Yəni şəkər tozunun miqdarı. Əgər çox şirindirsə elə 3 kilo əlavə edin. Yox, turşdursa bu zaman 4 kiloya 3 kilo yarım əlavə edib pişirə bilərsiniz. Şəkər tozunun üzərinə 2 stəkan adi su əlavə edirəm. Şərbət hazırlayıram. Üzərinə çiyələkləri əlavə edirəm və qoyuram. Qazın orta xodunda şəkər tozu ərisin və yaxud da aşağı xodunda. Ərdikdən sonra gür xoda qoyuruq ki, çiyələyimiz gür xodda pişsin. Baxın, burada görürsünüz. Bu formada olduğu zaman demək olar ki, artıq mürəbbəmiz hazırdır. Yəni köpüklər belə tez-tez qaynamır, yoğun formada qaynayır. Bu zaman bilirik ki, artıq çiyələk mürəbbəmiz hazırdır. Qabın içərisinə əlavə edirik. Soymağını gözləyirik və barmağımızı belə çəkirik. Qabın içərisində əgər birləşmirsə mürəbbənin məti, bu zaman demək mürəbbəmiz hazırdır və altını söndürürük. Salfet vasitəsilə artıq qalan üzərində köpükləri yığırıq. Budur, möhtəşəm mürəbbəmiz hazırdır. Burada mən qaynar-qaynar təqdim etdim. Əlbəttə ki, soyduqdan sonra biraz qatılaşır. Möhtəşəm mürəbbə.